Daimi halsızlıq və yorğunluq diaqnoz deyil, simptomdur və çox vaxt səbəb cəmi bir neçə analizdə gizlənir. Müayinəyə ən çox rast gəlinən səbəblərdən başlamaq lazımdır. Birinci səbəb dəmir çatışmazlığıdır. Bunun üçün adətən ümumi qan analizi və ferritin vermək kifayətdir. Ümumi qan analizi anemiyanı aşkar etməyə kömək edir. Ferritin isə orqanizmdə dəmir ehtiyatlarını göstərir. Hemoqlobin hələ normal olsa belə, aşağı ferritin halsızlıq, tez yorulma və iş qabiliyyətinin azalması ilə müşayiət oluna bilər. İkinci tez-tez rast gəlinən səbəb tənbəl zobdur, yəni qalxana bənzər vəzin funksiyasının azalması. Cərrah endokrinoloq kimi mən mütəmadi olaraq aylarla halsızlıq, yuxululuq və enerji çatışmazlığı ilə mübarizə aparan, lakin səbəbin qalxana bənzər vəzi ilə əlaqəli ola biləcəyini bilməyən pasiyentlərlə qarşılaşıram. İlkin yoxlama üçün əksər hallarda TSH analizini vermək kifayətdir. Əgər bu göstəricilər normaldırsa, o zaman yorğunluğun digər səbəblərini araşdırmaq lazımdır.